Brutal görüntülü yolsuzluq avtomobili ilə kompakt şəhər crossoverini özündə birləşdirən Bike Peugeot 30 modeli hər an istənilən marşrutda hazır avtomobildir. Robocop görüntülü ön optikası ilə əsl kişi xarakterini simvolizə edən Bike Peugeot 30 modelində müasir dünyada həm şəhər crossoveri, həm də offroad üçün lazım olan bir sıra texnologiyalar birləşib. Avtomobildə full LED optika, gündüz hərəkət fənərləri, duman ilə işıqlandırma, parking radarlar, adaptiv cruise control, 360 dərəcəlik kamera, hətta offroad üçün lazım olan geniş qoşqu da var. Tam çəkim və hibrid texnologiyası ilə avtomobil həm yüksək keçidə, eləcə də qənaətçiliyə malikdir. Peugeot 30 modelinin üstünlüklərindən biri də 218 mm clearance olmağıdır. Avtomobilə bir sıra keçid qabiliyyətləri verəcək. 235-60 L19 ölçüdə təkərlər, ayaqaltılar əsl offroad ayaqaltılarıdır ki, yüksək ağırlığa dözümlüdür. Həmçinin offroaderda lazımi treyninglər vacibdir ki, bu hətta avtomobili yerləyə də bilir ki, çox xüsusi bərkidilib, avtomobil üzərində yük də daşıya bilərsiniz. Peugeot 30 modeli geniş rəng palitrasından malikdir. Hal-hazırda yanında dayandığım avtomobil boz mat rəngdə də çox xüsusi belə özəl bir rəngdir. Tam yolsuzluq avtomobilinə xas özəlliklərdən biri də qanad üstlərində görürsünüz belə cızılmaya davamlı plastik elementlər qapılarda, qapı altlıqlarında da davam edir. Eləcə də side markerlar var ki, işıq əks etdiyinizdə sizə yolsuzluqda tanınmağa üstünlük verəcək. Həmçinin yan qanadlarda all-wheel drive yazısı yazılıb ki, bir daha sübudur ki, avtomobil tam çəkimlidir. Qaya parçasından ovulmuş tərzdə dümdüz dizaynında arxa bagaj qapısı, arxa alın şüşəsi, 360 dərəcəlik kameranın arxa görüntüsü, parking radarlar, işıq əks etdirici və nəhayət ki, burada 2 ədəd arxa gediş işıqlandırması var. Adətən avtomobillərdə 1 ədəd qoyular, amma burada xüsusilə onu vurğulamaq istədim ki, 2 ədəd arxa gediş işıqlandırması var. Və bagaj qapısı düymə vasitəsilə açılır. Avtomobilin 450 litrlik bagaj həcmi mövcuddur. Arxa oturacaqlar aşırdılarkən 1496 litrlik ümumi bagaj həcminə çatdırmaq mümkündür və düz döşəməsi var. Altda qəza üç bucağı və bir sıra vasitələr burada yerləşdirib. Burada mənə maraqlı gələn ən maraqlı bir element var ki, düz bir çubuqdur, xüsusi bağlanma yeri var. Bu nə üçündür? İndi sizə qeyd edəcəm. Bagajda zavoddan artıq burada sizin üçün masa da göndərirlər. Bu ayaqlar vasitəsilə masanı qurursunuz. 220 voltluq elektrik yuvası yaxud 12 voltluq elektrik yuvasından yararlanaraq istənilən yerdə saxlayıb avtomobilinizi piknik edə bilərsiniz. Avtomobillərin yük pərdələrini yəqin ki, görmürsünüz. Peugeot 30 modelində yük pərdəsi yerini baxın bu şəkildə sərt bir yük masası əvəzləyir. Bu həm piknik masasıdır, həm də burada xüsusi bir yer var ki, yerləşdirərək sancaqlar vasitəsilə bərkidilir və çox davamlı bir döşəmə şəklinə gəlib çıxır. Döşəmədə yerləşdirilən bu çubuqlar bu masanın ayaqlarıdır. Xüsusi bağlantı yerlərindən bağlayırsınız və piknik masanız hazırdır. Kapot altı əraziyə nəzər salsaq, burada 1,5 litrlik 4 silindrli turbo mühərrik dayanır. Hibrid qurğusu ilə bərabər 409 at gücü hasil edir. 0-dan 100-ə kimi 7 saniyəyə sürətlənir və avtomobilin yanacaq sərfiyyatı 6,5 litrlik 92 oktanlı benzindir və yanacaq çəninin ölçüsü 60 litrdir. Ümumilikdə avtomobil tam dolu çənlə 800 km yaxın yürüyüş qət edə bilir. Peugeot 30 modelinin 2820 mm təkər bazası mövcuddur. Bu da avtomobildə arxa oturacaqlarda geniş diz məsafəsinin olmağına gətirib çıxardır. Görürsünüz, ön oturacaq tam arxaya doğru hərəkət etdirilib, amma hələ burada geniş bir diz məsafəsi var. Oturacaqların altında da hətta ayaqlarını rahat yerləşdirmək üçün xüsusi bir yer də qoyulub ki, ayaqlarınızı burada rahat uzadıb yol qət eləyə bilərsiniz. Arxa oturacaqlarda sərnişinlər üçün 2 ədəd oturacaq isidisi, uşaq oturacaqları üçün izofixlər, əl tutacağı asınqan, daha bir əl tutacağı və işıqlandırma plafonu yerləşdirilib. Qapıların dizaynından danışsaq, burada əsl yolsuzluq avtomobilində olmalı olan xüsusi davamlı materiallardan istifadə olunub. Əl tutacağı belə brutal tərzdə işlənib ki, qapını rahat şəkildə bağlaya bilərsiniz. Peugeot 30 modelinin kiçik qabaritli yüklərin daşınması üçün arxa oturacaqlar bu şəkildə aşırdıla bilir. Burada yüklərinizi yerləşdirə bilərsiniz. Əgər daha geniş qabaritli əlavə yükləriniz varsa, arxa oturacaqları da tam şəkildə aşağı salıb, ümumilikdə geniş bir bagaj həcmini əldə edə bilərsiniz. Salona baxsaq, iki rəng tonunda kombinasiya olunmuş ağ və qara rənglərdə
xüsusi belə dizaynlı oturacaqlar yerləşdirilib. Ön oturacaqların da isitməsi mövcuddur. Həmçinin onların elektron idarə etməsi də var. Sürücünün əli altında mərkəzi konsolda çox rahat ergonomik bir konsol qurulub. Burada xüsusi bir DJI menyudan idarə etmə, təyyarə şturvalı tərzində transmisiya, keçid başlığı, həmçinin start-stop düyməsi, elektron əyləci bir sıraya yerləşdirilib ki, sürücü vaxt itirmədən avtomobili tam rahat şəkildə idarə eləyə bilsin. Bugünkü müasir avtomobildə müasir sürücüyə lazım olan simsiz şarj, geniş iki tərəfli qapısı olan dirseyə atdığı, həmçinin nəhəng 14 inçli monitor, sürücünün gözü qarşısında elektron 10 inçli sürətlər paneli və ən əsas mənə daha çox maraqlı gələn məqamlardan biri də multifunksional sükanın üzərində olan düymələrin sırf fiziki düymələr olmağıdır. Sensor düymələr yaxşı ki, bura yerləşdirilməyib. Yolsuzluq avtomobilində qətiyyən buna ehtiyac yox idi. Burada fiziki düymələr var ki, üzərinə vurarkən bu şəkildə geri dönüş edirlər, kliklər verirlər. Avtomobildə bir sıra yumşaq materiallardan və sərt materiallardan istifadə olunub, amma əl toxunan demək olar ki, hər yer dəri ilə üzlənib və mərkəzi konsolun altında da əlavə yük yeri yerləşdirilib ki, bu əlavə yüklərinizi yerləşdirmək üçün çox rahat bir özəllikdir. Çox da geniş olmayan bir sandıqçası var, amma işinizə yarayacaq. Burada həmçinin asılqanlar və Peugeot 30 modelinin özəlliklərindən biri də yolsuzluq avtomobilinə xas əl tutacağı yerləşdirilir və orada da dağlar işarəsi qoyulub ki, bu avtomobil o dağlara qədər gedib çata bilər. Sözümün əvvəlində demişdim ki, bu həm kompakt, qənaətçi, şəhər crossoveridir, hər anda yolsuzluğa hazır olan yolsuzluq avtomobilidir. Askısı olduqca yumşaqdır. Adətən pnevma askısı olmayan avtomobillər biraz sərt olur. Həmçinin klirens buna dəlalət edir ki, avtomobilin klirensi yüksəldikcə yumşaqlığı da itir. Amma burada çox maraqlı bir yumşaq avtomobil qurulub. Sükan idarə etməsi ümumiyyətlə avtomobilin sürücüsünün əsas iş yerindən görüntü olduqca yaxşıdır. Avtomobilin ətrafında nə baş verirsə hamısını rahat şəkildə görə bilirsiniz. Hal-hazırda bir trampolin üzərindən keçirik. Çox yumşaq da reaksiya verir avtomobil bu qədər klirensi olmağına baxmayaraq. Sükan idarə etməsi olduqca yumşaqdır. Parking radarlar, 360 dərəcəlik kamera avtomobili həm şəhər şəraitində, həm də yolsuzluqda rahat şəkildə idarə etməyə sizə dəstək olacaq. Kamera keyfiyyətindən danışsaq, kamera keyfiyyəti yaxşıdır. Deyim ki, çox lüks, keyfiyyətli bir kameralar quraşılıb, amma çox yaxşı görüntü ötürmə qabiliyyəti var. Peugeot 30 modeli kimlərin seçimi ola bilər? Gənclərin, gənc ailələrin, kiçik yaşlı uşaqları olan ailələrin, ümumiyyətlə avtomobilin arxa oturacaqları olduqca genişdir. Uşaq oturacaqları üçün izafixlər yerləşdirilib, geniş bagaj həcmi var. Yük daşımaq üçün, yəni ağır bagajlarınız varsa rahat şəkildə bu avtomobillə səyahət edə bilərsiniz və ən əsası da bu səyahət sizə çox ucuza başa gələcək, çünki avtomobil olduqca qənaətçildir. Daxiliyyə mühərriki hal-hazırda işə düşüb, bayaqdan biz kiçik sürətlərlə hərəkət eləyirdik, hibridlə elektrikli avtomobil hərəkət edirdik, amma daxiliyyə mühərriki işə düşdükdə səsi və vibrasiyası olduqca az gəlir salona. Sürətlənməni kiçik yoxlayaq, 409 at gücü kifayət qədər avtomobilə dinamika verir. Dönmə bucağına fikir versəz, avtomobilin dönmə bucağı olduqca yaxşıdır. Təkər bazasının 2800 mm olmağına baxmayaraq dönmə bucağı olduqca əla qurulub. Bugünkü Peugeot 30 modelinin qiyməti 46.900 manatdır. Avtomobillə yaxından tanış ola bilərsiniz. Bike Azərbaycana yaxınlaşıb və xüsusi bir özəllik daha var ki, bike modelləri cəmi bircə saat ərzində sənədləşdirilir və yeni sahibinə təhvil verilir.